əziz izləyicilər, necəsiniz? Bu günləri Kore dilini necə öyrənə bilərik, Kore dilimizi necə inkişaf etdirə bilərik? Bu barədə danışmaq istəyirəm. Çünki artıq mən burada Kore dilini öyrəndiyim 1 il oldu artıq və düşünürəm ki, bildiklərimi sizinlə paylaşsam daha yaxşı olar. Və ona görə də qərara gəldim ki, belə bir video çəkəm. Demək, ilk növbədə indi məsəl üçün mənim videoma baxanlar ola bilsin, başlanğıc olanlar da var, yəni başdan öyrənənlər də var. Nə bilim, 2-ci leveldən, 3-cü leveldən öyrənənlər də var. Ona görə də ilk növbədə Koreya diliniz, yəni sıfır bazadırsa, heç nə bilmirsinizsə məsəl üçün, onda birinci təbii ki əlifbanı öyrənəcəyin, hangılı öyrənəcəyin və daha sonra isə gündəlik istifadə olunan sözləri öyrənmək lazımdır. Birinci çətinə qaçmaq yox, həqiqətən gündəlik məsəl üçün də salam, necəsən, nə edirsən, nə iş görürsən, yemək, içmək, gündəlik həyatımızda nələr istifadə edilir, baxın onları istifadə edə bilərsiniz. Daha sonra isə mən əvvəllər məsəl üçün Kore dilini 1-2 saat, sözün doğrusu təzə başlayanlarda 1-2 saat, 3 saat dərslə məşğul olurdum. Amma indi isə ən azı 7-8 saat dərslə məşğul oluram. Biraz çətin ola bilər, çünki adam deyir, ayda 7-8 saat dərs necə axı, adam sıxıla bilər. Amma həqiqətən Kore dilini öyrənib, burada universitetə qəbul olmaq istəyirsinizsə və yaxud da burada işləmək, burada yaşamaq istəyirsinizsə, təbii ki, hər şey etmək lazımdır. Ona görə də ən azı Kore dilinə 3 saat, məsələn, təzə başlayırsınızsa 3 saat, level artdıqca 4 saat, 5 saat, 6 saat, bacardığınız qədər bir neçə saat çox etsəz, daha çox yaxşı olar, daha çox Kore diliniz inkişaf edər. Daha sonra isə Kore dilini öyrənəndə təbii ki, yəni biz necə danışıq, kimdən danışaq, axı biz Koredə yaşamırıq. Yəni çünki mən özüm də Azərbaycanda qalanda deyirdim ki, mən Kore dilini necə öyrənəcəm? Çünki Azərbaycanda Koreli yoxdur, axı tapa bilmirəm. Ona görə də sizin üçün proqramlar deyəcəm və burada şəkillə qoyacağam, qeyd edəcəm, adını da göstərəcəm, baxarsınız. Demək, birincisi HelloTalk-dır. Baxın, bu proqramdır. HelloTalk proqramını hamı bilir, bilməyənlər də ola bilər. Ona görə HelloTalk-ı istifadə etsəniz daha yaxşı olar. Burada yəni tək Kore dilini deyil, başqa dilləri öyrənən insanlar üçün də çox yaxşı proqramdır həqiqətən. Bu HelloTalk budur. Daha sonra isə Tandem var. Baxın, Tandem də buradadır. Tandem o da HelloTalk kimidir. Yəni danışıq üçün istifadə olunur, praktika üçün daha yaxşıdır. HelloTalk ən yaxşısı HelloTalk-dır mənə görə. İkincisi Tandemdir. Daha sonra isə əslində belə çox proqramlar var, amma sırf yəni Koreyalılarla danışmaq üçün, praktik eləmək üçün HelloTalk-la Tandem daha yaxşıdır deyə düşünürəm. Ona görə də sizə bunu təklif edirəm. Daha sonra isə məsəl üçün də dost tapdınız, zəng elədiniz, danışdınız, məsələn mesajlaşdınız, belə olur. Amma məsəl üçün bəzən də elə olur ki, necə deyim sizə, özünüz də yəni ondan əlavə, danışmaqdan əlavə özünüz də tək başına danışmalısınız. Özünüz üçün, ayda məsəl üçün mən bunu içirəm, məsəl üçün də bunu içirəm. Bu Koreycə nədir? Koreycə düşünmək lazımdır. Məsəl üçün 물 마시고 싶어요. Su içmək istəyirəm. Nəsə, bax belə-belə evdə gördüyünüz şeylərin adlarını öyrənirsiniz. Məsəl üçün, bu nədir? Çek, kitabdır. Daha sonra nə göstərim? Məsəl üçün, bu tissue, nəm salfetka. Yəni, belə-belə öyrənsəz, daha çox şeylər öyrənə bilərsiniz. Daha sonra isə mən sizə kitablar göstərəcəm. Hansı ki, o kitabları mən istifadə edirəm Koreya gələndən bəri. Demək, bu kitablardan biri KIP proqramın kitablarıdır. Yenə burada şəklini qoyacam, baxarsınız. Həm də şəklini göstərəcəm indi sizə. Daha doğrusu kitabın özünü göstərəcəm. Şəklini isə qoyacam, baxarsınız. Baxın, bu kitablarda, bilmirəm, bilirsiniz yoxsa yox bu kitabları. Baxın, budur və 3 dənə olur. Bir də bu var. 3 dənə kitabdır. Bu
3 kitabdan birinci göy renkdə olanı nə üçündür? 0 leveldən başlayan insanlar üçündür. Bu sizin üçün ən yaxşısıdır. Desəz ki, biz bunu hardan tapa bilərik? Onun da linkini sizin üçün buraxacağam, baxarsınız. İçərisindəkilər sizə göstərmək istəyirəm. Baxın, burada görəcəksiniz. Görürsünüz, burada əlifbanın necə yazılışını göstərir. Və daha sonra isə, bu birinci yerdə olan. Burada artıq qısa sözlər. Məsəl üçün, heyvan adı olsun, meyvə adı olsun, fərqi yoxdur. Baxın, belə göstərir. Bunu ən azı 2-3 günə qutara bilərsiniz. Yəni, o qədər də çətin bir şey deyil. Əsas odur, əlifbanı yaxşı öyrəndən sonra, yəni 2-3 gün, uzağı 5-6 gün baxırdı, sizin öyrənmə dərsinizə baxır. Daha sonra isə bu iki kitab gəlir. Baxın, bu iki kitab. Bunun biri iş dəftəridir. Bu, elə bir ki, burada öyrəndiyiniz şeyləri burada tətbiq edirsiniz. Burada da tətbiq edə bilərsiniz. Çünki burada da, yəni, burada suallar da var, tapşırıqlar da var. Eyni ilə. Və burada, məsəl üçün, desəz ki, bu kitabın içində nə var? Maraqlı gələ bilər də sizə. İlk görünüşdən. Məsəl üçün, nə var deyirsinizsə. Burada normalda, məsəl üçün, 2 dənə qayda verir. Bu kitabda 2 dənə qayda verir. Daha sonra isə Koreya mədəniyyəti haqqında məlumat verir. Məsəl üçün, birinci səhifədə görə bilərsiniz, Koreyalılar necə salamlaşır. Bu barədə mövzudur. Daha sonra isə axırda burada sözlər verir. Ən az 20 dənə falan söz verir. Yəni, başlanğıc səviyyə üçün çox yaxşıdır, həqiqətən. Bu kitabla mən öyrənmişəm Koreyada. Azərbaycanda 2 ay, 3 ay öyrəndim. Gəldim, təzən burada kursa yazıldım. O kurs haqqında da danışacağım sizə. Bu kitablarla. Və bu kitablarla mən hal-hazırda dərs keçirəm. Hələ hal-hazırda da yəni dərs alıram Koreya müəllimdən. Bu yox, artıq bu bitibdir. Bu birinci leveldir. Bunun ta 5-ci levelə qədər var. İndi sizə bu birinci level üçün olanlardır. Daha sonra isə bunun 2, 3, 4, 5-ə qədər olanı var. Linkini göstərəcəm sizə və yaxud da şəklini qoyaram. Google-dan girib baxa bilərsiniz. Oradan PDF-ini də endirib öyrənə bilərsiniz. Daha sonra isə mənim istifadə elədiyim, yəni ikinci kitab olaraq, bu ayrı bir kitabdır. Vigugün kitabdır. Vigugün Vihan. Bilmirəm, bu kitabı istifadə eləmisiniz, yoxsa yox. Çox zaman Azərbaycan müəllimləri bu kitabdan çox istifadə edir. Xaricilər üçün olan kitabdır. Bunun da, bilmirəm, videoda necə görsənir, yoxsa yox, yaxşı görsənir, adı yoxsa yox. Bunun da şəklini qoyaram ayrıca, baxarsınız. Baxın, beləcə qoyacam, baxarsınız. Daha sonra isə, hazırda mən 3-cü levelə keçmişəm və 3-cü levelə hazırlaşıram. İnşallah ki, daha da yaxşı öyrənəcəm və ondan sonra fikrim odur ki, Koreya müəllimi işləyim. Ona görə də ən yaxşısı topikdən keçmək üçün, topik hazırlaşanlar üçün deyirəm, topik reşipdir. Bax, bu kitabdır. Bu kitab çox əla kitabdır. Elə bir ki, ikinci, daha doğrusu 3-cü leveldən 6-cı levelə qədər buradakini tapmaq olar. Mən topik 2-ni almışam burada. Yəni, topik 1 də var. Yəni, mən artıq bitirmişəm deyə artıq bunu istifadə edirəm. Baxın, bu göstərdiyim kitablardan əlavə çox da kitablar var. Amma ən əsas gündəlik istifadə etdiyim kitablar budur. Bu, mənim elə bir ki, qrammatika, Koreya mədəniyyətini öyrənmək üçün istifadə etdiyim kitablardır. Daha sonra isə dinləmə. Dinləməni necə eləyirəm? Məsəl üçün, kitablarda deyirsiniz ki, onsuz da burada tapşırıqları eləyəndə dinləmə olur. O heç, onu eləyirsiniz. Amma ki, bir də kanallardan dinləmə eləyirsiniz. Məsəl üçün də YouTube-dan falan. Amma bilirsiniz necə, bəziləri var ki, heç başa düşülmür, nə bilim, heç yaxşı deyil də həqiqətən. İstədiyiniz bir nəticəni ala bilmirsiniz. Mən əvvəllər Koreyada yazırdım ki, YouTube-da yazırdım ki, Koreya dinləmə videoları, nə bilim, robot səsli olanlar çıxırdı, nə bilim, xaricilərin düzəltdiyi videolar falan. Yəni, çətin gəlirdi. Amma sizə 2 dənə ən yaxşı YouTube-da dinləyə biləcəyiniz dinləmələri verəcəm sizə. Hansı ki, onlar daha yaxşıdır. İndi sizə göstərəcəm. Demək, birinci bunu göstərirəm. Ay, ara getdi bu. Baxın, Didier Hanguk Munha Podcast. Baxın, bu xanımdır. Koreyalıdır. Mən bunu çox dinləyirəm. Həqiqətən bunun videoları həm öyrədicidir,
Kore mədəniyyəti haqqında, Kore yeməkləri haqqında olsun, yəni hər şey. Bilmirəm, görsənir yoxsa yox. Aha. Yəni hər şeylə bağlı da öyrənə bilərsiniz. Bunu əslində 2-ci və 3-cü levellər üçün yaxşıdır. Yəni çox söz bilənlər üçün yaxşıdır. Məsəl üçün, ayda mən hələ 1-ci leveləm, bu mənə çətin gələ bilər. Yəni mən sizə başa düşürəm, çünki mən özüm də elə olmuşam. Ona görə başqa bir dənə də sizə video göstərəcəm, hansı ki onu ən çox 1-ci levellər baxsa daha yaxşı olar. İndi onu göstərəcəm sizə. İkinci, YouTube-da baxa biləcəyiniz, ən çox da 1-ci levellər üçün bu yaxşıdır. Bu kanalı takip edib buradan baxa bilərsiniz videolara. Burada səslidir, videolar daha da yaxşıdır. Amma ki, məsəl üçün də biri var, üzünü görürsüz. Məsəl üçün danışır eləyir, amma burada üzü yoxdur da. Sadəcə elə bir ki, dəftərin üzərində yazılmış kimidir. Məsəl üçün göstərim sizə. Korean podcast yazırsınız. Və podcast. bakın gösterimizden. 덥고 습해요. 하지만 오늘은 날씨가 맑았어요. Bakın belə. 그래서 기분이 Çox videoları var 좋아요. həqiqətən. Bu Yorulmadı. xanımın da çox videoları var. Həqiqətən çox yaxşıdır. Ən çox dinlədiyim, göstərdim bu iki belə də YouTuberin videolarıdır. Çox yaxşıdır. Elə ikisi də Koreyalıdır. Yəni bildiyim qədərilə ikisi də Koreyalıdır. Ona görə də bunu sizə məsləhət görürəm. Daha sonra gəldik bizim Kore dili kitabı necə oxuya bilərik? Çünki Kore dilini öyrəndim. Hələ bir kitab da oxuyacağam. Çox çətindir, belə deyirsinizsə. Həqiqətən bəzən mənim üçün də çətin olur Kore dilinin kitabını oxumağı. Yəni kitabdakiləri bunları oxumaq asandır. Amma ki məsəl üçün də başqa bir kitab oxumaq biraz çətin gəlir də. Gedib kitabxanada nəsə bir kitab alıb oxumaq o biraz çətin məsələdir. Ona görə də ümumiyyətlə necə deyim sizə, nəsə öyrənəndə, yəni onun dinləməsini də eləməliyik, onun kitabını da oxumalıyıq, danışmalıyıq, dost tapmalıyıq və bir çox şeylər eləməliyik. Həqiqətən biraz çətin ola bilər, amma ki arzularınıza çatanda, Kore dilini yaxşı öyrənəndə və reallaşdıranda, yaxşı ki Kore dilini öyrənmişəm deyirsiniz. Həqiqətən çox sevinirsiniz onda. Ona görə də biraz əziyyət çəkmək lazımdır. Yəni Kore dilini öyrənmək istəyirsinizsə, yəni hər şey eləmək lazımdır. Demək, burada 2 dənə sayt qoyuram sizə, baxarsınız. Axırda videomun sonunda 2 dənə sayt qoyacağam sizə. O web saytdan demək nə edirsiniz? O web sayta girirsiniz. Web saytın birində kitablar olsun, mövzular olsun, Kore dilində oxuyursunuz və məsəl üçün sözün üzərinə basanda orada istədiyiniz ingilis dilində ingilis dili, Azərbaycan dilində mənası çıxır. Bax, onu eləyə bilərsiniz. Daha sonra isə bir dəqiqə göstərim sizə saytın özündə. Riyadlang göstərəcəm sizə. Baxın, budur. Bu web saytdır. Buradan girirsiniz. Oxular oxuya bilərsiniz. Məsələn, maraqlı nəsə oxuya bilərsiniz. Çox çətin olmur əslində. Daha sonra isə bir dənə də web saytı sizə göstərmək istəyirəm. Əgər Kore dilini lap başdan öyrənirsinizsə, lap başdan da, yəni 1-ci levelsinizsə, gündəlik ifadələr, dedim axı bayaqlar sizə, məsəl üçün gündəlik ifadələri öyrənmək istəyirsinizsə, bu saytdan girib istifadə edirsiniz. Bu saytda da məsəl üçün indi göstərəcəm birini sizə. Sadə şeylər haqqında. Burada gündəlik... 안녕하세요. Baxın, məsəl üçün nə götürək burada? Conversation olsun. 안녕하세요. 어떻게 지내세요? 한국어를 할 줄 아세요? 아니요, 한국어를 못해요. Baxın, beləcə, burada yəni daha çoxdur. Gündəlik ifadələrə baxıb öyrənə bilərsiniz. Bura qədər dinlədiyiniz üçün çox təşəkkür edirəm. Və inşallah ki, Kore diliniz daha da inkişaf eləyər. Həmçinin mənim də, çünki mən özüm də hal-hazırda
Koreyalar demişkən, Yoshimi Kumbu Hago istayo. Belə necə həvəslə daha yaxşı Kore dilini öyrənirəm hal-hazırda. Ümid edirəm ki, siz də öyrənə bilərsiniz və daha çox siz hansı üsullardan istifadə edirsiniz, onu kommentdə yazsanız, bildirsəniz çox sevinərəm. İnşallah gələn dəfə görüşərik başqa bir videolarla. Çox sağ olun, təşəkkür edirəm.